Bismillahirrahmanirrahim. Ulu Tanrı'yı nadirə. Bu günləri cəhalət mühəndisliğinə qələbənin 202-ci günüdür və bir ayrı kitabla bu günü başlayırıq. Umaram ki, bu əlyazı kitabları oxumaqla eləyə bilək düşmənlərimizin işğalından beynimizi, dilimizi, beynimizi, toprağımızı və düşüncəmizi özəlliklə xilas eləyək. Təkcə yol düşmənin işğalından azad olmaq üçün öz dilimizə qayıtmaqdır, öz keçmiş uyğarlığımızı tanımaq və onun üzərinə yeni uyğarlığı təsis eləməkdən keçir. Dünənləri Fariziyyə adlı bir kitabı oxuduq. Bu günləri Miracnamə Uyğurini oxuruq. Keçən günlərdə bir Miracnamə oxuduq. Şeir idi, şeir üzündə yazılmışdı. Bu günləri bir başqasını oxuruq. Bu Uyğur yazıbdır. Görək ki, nə deyir? Mongolos, əlbəttə burada yazıb ki, Mongolos, ingilisində, fransızcasında yazıb Mongolos, yəni Moğol şeyidir və Fransada saxlanır. Bu da onu da bildik. Kitabın şeyinə baxaq. Bu kitaba çox ehtimal verirəm ki, fikir verə bilməyək. Çünki bu kitab Moğolca olsa oxumağı bizim üçün zor olacaqdır. Kitabın cildinə baxırıq. Gönnəndir və çox bir gözəl nəqşədə imiş, rəngi qəhvə imiş, tox qəhvə. Bu səhifəni açanda belə bir şey görürük. Əlbəttə burada yazıb türkcə, cəlib budur. Türk 190-1513. Yəni ehtimalən bu 1513-cü ildə yazılmış bir kitab olacaqdır. Belə görünür. Burada da bir türkcə yazılıbdır. Yenə də baxım görün bu nədir? Taşqın Müstələ Süleyman Bəhar. Taşqın Müstə Süleyman. Ehtimalən Müstəfa olmuş ola, ya Müstədi elə beləsi. Bahar, bu da belə bir şey yazılıbdır. Əgər bu olsa, yəni əlifba ilə bizim dilimizdə türkcədə yazılsa, oxumağında o qədər də zor çəkməyəcəyik. Burada yenə də görürük ki, bir kağız yapışdırıblar kitabın bir ağ səhifəsinə və orada bir yazılar var imiş, bir möhürlər var imiş, mütəəssifanə. Biz onları görüb oxuya bilmirik. Burada Moğol yazısını görürük. Yəni, kamilən getdik Moğol yazısına və mən Moğol yazısının öncədən bir kitab o haqda oxuduğumuz üçün daha bunu davam eləmirik. Bir gözəl də miniatür burada görürük ki, Moğoldan çəkiblər. Əlbəttə, burada onu Rəsulullah aleyhissalam bir məqamə vasil oldu ki, rəngi firuzəş rəngi edər həcər minadən xəlq olunmuş idi, ol məhəldir. Belə bir şey burada yazıbdır. Hər bir səhifədən sonra çox da cəlib miniatürləri vardı bunların. Tamam, bu Moğol dilində olduğu üçün bu kitabdan keçək. Miracnamə də olandan sonra orada burada əlbəttə bir dənə ərəbcə yazılar var. Rəsulullah aleyhissalam dərya kənarında 70 başlı bir ulu təng gördüyü məhəldir. Bu nəqqaşlərə görə yazır ki, belə. Tamam. Bu kitabdan keçək. Bu kitab Moğolca olduğu üçün bizim ona, əlbəttə Uyğur yazdıqları düz deyil. Moğolca yazılsın. Bu kitab Moğolcadır. Məcmui Tibbi Türki. Gedək Tibbi Türkiyə. Bu mənim özümə də lazımdır. Onun üçün bunu oxumalıyıq. 58 səhifədə yazıbdır ki, bu kitab PDF olub. İndi baxaq görək ki, bu kitab Məcmui Tibbi Türki. Adı belə yazıblar bu PDF-in başında, başının üstündə. İndi baxırıq görürük kitab çox yıpranıbdır.
əzilibdir, sürtülübdür və dağılıbdır. Əslində hər tərəfi kitabın baxırıq, görürsünüz cildindən görsənir ki, cildin içindəki kitab dağılıbdır. İkinci səhifəsində baxanda görürük ki, bu kitab məclisi, Kitabxana-i Məclis Şurayı Millidə saxlanılır və Məcmu-i Tibbi Türki 1 Tibbi Mənzum Qıyulzadə, Qeysunzadə. Ehtimalən Qeysunzadənin Tibbi Mənzumunu oxumuşduq. Ehtimal verirəm ki, bu elə həman olacaqdı, amma burada 1, 2, 3 cild eləyiblər zahirən. Ondan sonra müəllif 2 Dəf-i Taun və 3 Minhac-ı Keyvaniyyə. İstir deyək ki, burada 3 dənə bu kitabın içində 3 dənə kitab vardı. Bazirəsi oldu. Bunları da dəfələrcə demişik. Bu birisi səhifəsində də baxırıq. Kitabın cırıqlığını görürük. Əvvəl elə kitabın bir özünə bir baxaq, görək ki, özü necədir. Kitab çox işlənibdir, bəllidir. Ölçüsünü də qoyublar burada, cəlibdir. 20 sant boyudur. Eninə bir şey qoymayıblar. Görək ki, eni nə qədərdir. Eni də elə fikirəm ki, o qədər olar. Bəlkə də biraz az olar, əlbəttə. Bəlkə 17-16 santimetrdə də olar eni də. Amma 2 səfhəsi təbiətən ki, uzundur. Gedək, bura birinci cildidir. Gedirik elə cildidən sonra bəllidir. Kitabın çoxlu səhifəsi düşübdür. Baxın, elə birinci səhifədən sonra gedir bura. Nə cür olur bu? Beləsi, burada qırmızı var. Nə cür olur? Bura getmir, gedir o birisinə. Bu qırmızı burada yazanda yox. Əvvəldə düşməyib. Çox üzr istəyirəm. Bura, indi bunu mən bir yazıya keçsəm. Haza kitab-ı mənzum müəllifati mərhum Qeysunzadə. Şeylə yazıbdır. Çox bir möhrü də, məclisin də orada Kitabxana-i Məclis Şurayı İslami də orada görürük. Bu da o cür bir şey. O birisi səhifələrə baxanda bunlar baxırıq, görürük ki, kitabın içinə su giribdir, orada burada yağ dəyibdir. Çox işlənib bu kitab. O kitablardanmış ki, hesabı işlənibdir. Bəzi yerləri görürük, qırmızıca yazıbdır. Baxarıq bunları. Mərizliklara yaxçıdır bunlar. Baxarıq və bizim dərdimizə də dəysə faydalanmağa çalışarıq. Bu səhifə da çox belə irad tapıb yazıq bu səfə. Hər cürə az qalıram deyəm ki, qrissat da tökülüb bunun üstünə. O qədər bu kitabın o səhifəsi yazıq olubdur. Burada görürük ki, bir nəfər qırmızı yazı ilə burada bir şey yazıbdır. 2-3 yerdə, əlbəttə 4 yerdə görsənir. Çalışıb mətnin içində olsun və burada görürük ki, kitab elə bir qurtulur. Məqalətun fil ərvahi vəl a'mari vəl ehdasin nəfsaniyyə babı filan. Burada yəni buracan tibbidir. Buradan bu bizə bir ayrı bir kitab kimi başlayır. Burada haza kitabı betibbi mötəbəri. O da qutardı. O bir dana burada nə cür olubduysa bir səfərlik burada bir şey var. Ondan sonra məqaləymiş bu kiçik. Qalanı da bəlli deyil hardadır. Ondan sonra elə keçibdir bu səhifəyə. Görək ki, burada 37 yazılıbdır nəzərə gələn. Bəli, elə həman səhifənin arxasında da haza kitab bitibbi mötəbəri minhac-ı kiraya belə bir adı vardı. Bismillahirrahmanirrahim ilə başlayıbdır. Elə sonrası da geçibdir burada davaların elə bir ki, girəmajına zadına çox da şuluq bir vəziyyətdə bunu yazıbdır. Məcun-i Fununiya-i Farsi Məcun-i Birşəəsa. Bunlar davalardır, davaların şeyi yazıblar.
Kitab qurtardı? Yox, qurtarmadı, davam edir. Deməliyəm ki, bunun xəttləri həm qıraqda yazılan haşiyə, həm haşiyəsi qıraq yazılar, həm də ortada mətndə yazılan yazılar çox əl yazmasıdır və çox sadə yazılıbdır. Üst-üstə oxumaq olar, amma müşkülü budur ki, bu kitab təxəssüsdür, tamamən dava dərmandır və bu dava dərmanı öyrənmək bizim üçün biraz işləmədiyim üçün, bilmədiyimiz üçün və fars dilinin təsirində qaldığımız üçün biraz çox zor olacaq. Cəlibdir, burada elə bir ki, səhifə vəsətdən kəsilibdir. Belə görsənir ki, burada 2 səhifə var, əgər diqqət eləsəz. 2 səhifə hər iki tərəfdən kəsilibdir. O cür görsənir mənə heç olmasa. Naqisdir, yəni hər iki tərəfdən yarısı kəsilibdir. Elə bir ki, bir şeylə qatlayıblar, onu kəsiblər, götürüblər. Bu birisi səhifəyə keçir, görürük ki, burada da cırılıbdır, bir çəsb ilə, sirişomla yapışdırıblar. Burada da görürük, kitab təqribən çalışıblar ki, təmir eləyələr, qoymayalar, aradan geçsin. Burada haşiyənin xəttləri dəyişdi, bəllidir ki, əlbəttə mətnin də xətti dəyişdi, bəllidir ki, burada ayrı adam yazıb bunu. Kitab qurtardı və getdik səfəyə axirə. Bu 100, deyək ki, 120 səfəyə yaxın bir kitabdan ibarətdir. İndi qeydaq kitabımızı əvvəldən başlayaq bir oxumağa görək ki, nə olur. Bu birinci səhifə çox şeydir, imtihan mikonəm. Cəlibdir, adam özü yazıb ki, xəttin imtihan edilir kitabın üstündə. Yəni, kağız gedib, alıb kağız üstə eləyə bilmirmiş. Burada da bir ədədlər yazıblar, bir əlamətlər qoyublar. Xətt yazmaq çoxlu müxtəlif şeydə əlamətlər var. Əlbəttə, aşağıda da bir əlamətlər var ki, ehtimalən bu da əski yazılara bənzir. Bu əski yazılardan ola bilər, yoxsa bir ayrı yazıdır, onu da bilmirəm. Çoxlu yazılar var burada. Bunlardan geçək, çünki kitab deyil. Əlbəttə, kitabın üstündə ayrı bir şeylər yazılır da, normalda bizlərdə belə bir adət var. Nə cür isə bu səhifəni gətirmir, gedir o bir səhifəyə. Bu səhifəni yekəldək və buradan görək ki, bu nə yazırdı. Haza kitab-ı mənzumi müəllifat-i mərhum Qeysunzadə. Qeysunzadədən bir kitab oxumuşduq. Amma umarım ki, olsun. Bu, hər halda İran adlı bir məmləkətin şura məclisində saxlanılır. Ey həkim-u əlim-u hayyu halim. Ey həkim-u əlim-u hayyu halim. Həzrətündür kərim-i şə'n-u əzim. Can-ı dil birlükə şahiddir. Can-ı dil birlükünə şahiddir. Zat-ı pakün həmişə vahiddir. Qadiri Rəbbi lən gəzəlsin sən. Cümli-i axəru əzəlsin sən. Sənə iqrarımız əzəldəndir. Cümlə varımız əzəldəndir. Bu 2-3 gün bundan öncəki kitabda bu əvvəl-u axiru, zahir-u batinu, əzəl, əbəd, sərməd bunların danışmışdıq. O kitabda bunları öyrədirdi, tərif edirdi. Burada indi onların üstündə görürsünüz ki, da tərif eləmir. Burada onlar bunu qoyubdur ki, bu adam ki, bu kitabı alıbdır, bunları bilir. Bunların anlamını bildiği üçün ehtiyacı yox tərif eləyəm.
Sənə iqrarımız əzəldəndir, cümlətən varımız əzəldəndir, aşinayüz əzəldən eyləmə rədd, cürmümüz ara yerdə eyləməsəd. Cürmümüz ara yerdə eyləməsəd. Müstəfa hürməti inayət qıl, rəhmətündən bizə hidayət qıl. Beləsi oxunmalıdır. Ehtimalən t düşməyibdir yaxçı, amma oxunur, t kimi oxunur. Yəni bəlkə bu Ənbiya və Awliya haqqı ya Rəbb, qul səid eyləmə, qıl səid eyləmə şəqi ya Rəbb, qıl səid eyləmə şəqi ya Rəbb. Məni düz oldu indi, bayaqdan qələt oxurduq. Ənbiya və Awliya haqqı ya Rəbb, qıl səid eyləmə şəqi ya Rəbb, rah-ı eşqündə xakisar eylə, dərdi ki dildə ziddi صد هزار eylə, ray eşqündə xakisar eylə, dərdünü dildə 100 هزار eylə, bəhr-i hikmətdə bari qıl qəvvas, çıxarmış qənbilə cövhər-i xas, çıxarım şoqinlə belə cövhər-i xas. Bana ilham olursa levh-i dilə, ani yazım inayətinlə belə. Bədənin sihətinə bir ola, bədənin sihətinə birlə olur, xəstələr illətinə birlə olur. Müxtəsər bunu bir risalə edim, elmi hikmətdə bir məqalə edim, xas-ı amə gərəkli və məqbul, hikməti fəhmədə olan məşğul. Burada bir qırmızı xəttinə yazıb və bəhs qutardı. Yəni buracan Allaha şükür elədi, Peyğəmbərə salam salavat göndərdi, Allahdan da istədi ki, onu müvəffəq eləsin, bu kitabı yaza bilsin. İndi burada nə deyir? Duai Sultan Səlim xan İbn Süleyman xan Cəələllahul cənnətə məvahu ya məsvahu. Hər ikisi oxunur, mən məsvah görürəm. İndi burada Sultan Süleyman Qanuninin oğlu olan Səlim xan həzrətlərinə dua eləyir. Onun haqqında bir şeir yazıbdır. Kəsr məndən sözə gəl dua eylə, kəsirmədən, yəni sındırmaq ehtimalən, kəsirmədən, əlbəttə burada 3 nöqtəli sığınandır, ona görə bəlkə kəcmədən olsa yaxşı oxunacaqdır, mənası düz gəlir. Kəcmədən, kəc sözündən kəc yazıbdır. Kəcmədən sözə gəl dua eylə, Şəh Səlim xanə çox səna eylə. Verdi çox dövləti Süleymani, ana layiq görüb bu ünvani. Çünki təxt-i səadətə ağdı, axmaq, yəni əlbəttə bu da ağ deyir, ağ türkcədə 2-3 mənası var. Biri ağ rəngdir, bəyaz. O şey ki, ərəbcə bəyaz deyilir, ona ağ deyirlər. Biri şəbəkədir, sosial şəbəkə olsun, toratanın toru olsun. Bunlara deyirlər ağ. Və bir də ağnamaq var. Ağ. Yəni məsələn dağdan qar ağnır gəlir, ya torpaq bəzən ağnır gəlir. Yəni axır su kimi gəlir.
Bu o şeylər camidatda işdir, ağnamaq. Və hətta fikirəm ki, heyvanzat da o zaman ki yıxılır yerə, belin sürtür, yəni belində qurtquş vardı, ona əziyyət verir. İndi deyək ki, əngəl var belində, onun dərisini dişdir, o yıxılır yerə və özün sürtür torpağa ki, onları əzsin, öldürsün, ya hər halda bir iş görür də özü üçün. Ona da ağlamaq deyirlər. İndi burada da bu ki, çünki təxt-i Süleymanə ağdı, yəni aşdı getdi təxt-i Süleymanə. Eyni o torpaq kimi ki, dağdan bəzən, bilmirəm görmüsünüz yox, videoların bu son zamanlarda video ilə biz bunları görə bilirik ki, məsələn bir dənə dağda görsün, dağ su kimi birdən yenir, gəlir, gedir, yolları zadı bağlır, sürəti də çox yuxarıdır. Mən deyirdim, bəlkə adam qaça bilər, amma bu ağlamağın sürəti ya dağdan şəpə gəlir, görürsün, birdən məsələn qarın sürəti, mən deyirdim, bəlkə adam qaça bilər. Amma vaqəən bəzən 120-130 kilometr sürət iləndir və orada maşından sürəti çoxdur. Yəni bu qədər deyim ki, maşın əgər dura hərəkət eləyə, o gəlib aparır. Amma əgər sürət ilə gedə-gedə o gəlsə, yenə də sürəti bəzən maşından çoxdur. Kəcmədən sözə gəl dua eylə, şah səlim xanə, çox səna eylə, verdi çox dövlət, çox dövləti Süleymani, ana layiq görüb bu unvani. Çünki təxt-i səadətə ağdı, xəlqə haqq rəhməti əcəb yağdı. Yağmaq da ki, bilirik da, o şey ki, mətər deyirlər ərəbcədə, farsçada baran deyirlər. Ana ol heynidə bir kitab etdim. O zaman ki, gəlib qüdrətə Sultan Səlim xan deyir ki, ana ol heynidə bir kitab etdim. Burada bir şey yazıb da ona görə oxuya bilsəm. Ey xəmi tibbə aftab etdim. Əncümi tibbə, ihtimal mən bunu oxusam daha yaxşı olacaqdı. Əncümi tibbə aftab etdim. Ani nəsr eylədim fəsahətdən, bunu nəzm eylədim bəlağətdən. Bunu andan çox ixtisar etdim. Qabaqcan bir kitab yazmışmış, elə o da şeirmiş, indi bunun xülasəsi, o kitabın xülasəsidir. Bunu andan çox ixtisar etdim. Gözlür az məhəb aşkar etdim. Gözlür gizlü. Bunu andan çox ixtisar etdim. Gizlü razı həb aşkar etdim. Raz, sır. Çünki nəzm əhlidir şəh adil, dür nəzmə pəs olur fail. Mərd bi cismi işlək azdım. Mərdümi, mərdi bi, mən bunu mərdum oxuyayım ya bi görürəm, bi oxuyayım. Mərd bi çeşmi əşq ilə azdım. Mərdümi çeşmi əşq ilə azdım. Ol səbəbdən bu cöhəri yazdım. Azmaq ehtimalən burada yazmaq mənisinə gəlir, nəzərimə gəlir. Ya da ki, azmaq, yəni azaltdım, yəni kəmkərdən. Mərdumi çeşmi əşq ilə azdım. Bəli, mərdum, yəni gözümün qərəsi ki var, bəbə, onu. Mərdumi çeşmi əşq ilə azdım. Yəni gözümün yazısı ilə, gözümün yaşı ilə o qədər oldu ki, bu gözümün qarası azaldı.
ol səbəbdən bu cövhəri yazdım. Deyir ki, yəni o gözümün qərəsi ilə, buna görə azalıbdır. Gözümün qərəsi ilə bu kitabı, ol səbəbdən bu cövhəri yazdım. Dedi mənzume nami nəzm ilə dür, vermədi ki, böyle nəzmlə dür. Belə burada bir şey yazıbdır ki, çox oxunmur. Ona görə biraz qaldım burada ki, nə olmalıdır. Ehtimalən biraz da bunu da bir dəfə siliblər. Biraz burada əcib görsənir. Dedi mənzume-i nami nəzm ilə dür, vermədi kimsə böyle nəzm ilə dür. Dür burada yəni şeydir, qiymət. Ger bunun tarixi olursa murad, nəsəd oldu o 57 tarix yazdı. Calibdir bu kitabın yazma tarixin burada işarə edir. Biz də gedək görək ki, bu yazma tarixdən bir şey ala bilərik əlimizə. Sultan əvvəl bunu bilək ki, feylən buracan bu mərhum bu kitaba görə bir məlumatlar veribdir. Sultan Səlim xan dövründə dedi yazıb da bu kitab, əgər o cür iştibah eləməsək. Sultan Səlim xan, bəli. Onun əmrinə Sultan Süleymanın oğlu. Qanuni. Bunun oğlu olacaqdır. Kitab tibbidə yazılıbdır. Tamam, gəldik bura dedik ki, gəl bunun tarixi olursa murad, hangi tarixdə yazıbdır? 900 oldu. 900 oldu o 57. 957. 900 oldu o 5 ilə 70. Çox üzr istəyirəm. 75. 900 oldu o 5 ilə 70. 975-ci ildə bunu yazıbdır. Nola versəm bunu o sultana. Tamam, bu da tarixi hicri qəməridir qət'ən. Tamam. Nöyle versem bunu o sultana, maliki xatemi Süleymane, aleme padişahu hükmü revan, aleme padişahu hükmü revan, memleketi cismine olubdur can, memleket cismine olubdur can. İki alemde bir murad olsun, ber murad olsun, iki alemde ber murad olsun, kari xalq üzrə ədl-ü dad olsun. Verdi dövlət xuda behəmdullah, qapısına qul oldu mehr ilə mah. Hacətim bu idi rəva oldu, rüb-ü məskune padişah oldu. Rüb-ü məskun qabaqcanda demişik, o zaman dünyanı 4 yerə bölürmüşlər. Rüb-ü məskun qalanda qeyri-məskun. Amerikada ondan hesab olunmuş ehtimalən. Sayəsində huzur edər hər kəs, insu cinnu tüyuru muru məgəs. Nuh ömrüncə ömrü ola təvil, Müstəfa hürməti be haqqı xəlil. Hər gönüldə məqami sədr oldu, bəxti kimi cəmalidir, cəmali bədr oldu. Hər gönüldə məqami sədr oldu, bəxti kimi cəmali bədr oldu. Çünki qəlbimdə mehri etdi qərar, düşdü şoği dərunə leyl-u nəhar. Dilədim kim anın zəmanində, o şəhün sayi-i əmanində, elmi tibbün gərəkli cövhərini, elmi tibbün gərəkli cövhərini, fənni hikmətdə sözün
ənvərini şül mücrinə etmişəm tikrar. Şül mücri ki məcri ehtimal mucri. Şül mücri ki etmişəm tikrar, seyf qati kimi kəsər hər bar. Mücri yəni cari eləmək burada. O şey aləminə farsıya getməyin ki, mücri yəni televizyonda ya radioda danışanda o deyil. Mücri yəni cari olmuş, yəni o şey ki burada mən sözləri bir-birinin dalısından düzmüşəm, cari eləmişəm qələmlə. Şul mücri ki etmişəm tikrar, seyf qati kimi kəsər hər bar. Kəlmələrdən söz danışır burada. Qamu əmrazə həb birər dərman. Qamu yəni tamam. Qamu əmrazə həb birər dərman, yazmışam gər şəfa verə rəhman. Kütübi tibbi şəhaikən çoxdur. Kütüb-i tibb şəhaikən çoxdur. Böylə rəngin risalə heç yoxdur. Gəndə kim ola bir kitab-ı ləbib, gəndə kim ola bir kitab-ı ləbib, lazım olmaya anda xeyri təbib. Dibaçə kitab. İndi gəldi burada qırmızı xəttinə dibaçə kitab görək nə yazır. Gəl nidai kəlami müxtəsər et. Burada kəlamın altında bir dana bi yazılı belə bir, məsələn, nöqtə qoyulubdur. Amma kəlam olmalıdır. Çünki, məsələn, kəlabi olmaz. Gəl nidai ehtimalən nidai bir addır. Şeir adıdır. Amma gəl nidai kəlami müxtəsər et. Bu cəhanda gərəkli bir əsər et. Adəm oldur ki, xəlqə xeyri dəyə. Adəm oldur ki, xəlqə xeyri dəyə. Ol məfərdür nasə şərri dəyə. Ol müzürrüdür. Ol müzürrüdür nasə şərri dəyə. Bu sözə, bu hədis oldu dəlil, oğu mənisi eylə xəlqə dəlil. Oğu mənisi eylə xəlqə dəlil. İndi hədis nədir? Xeyrun nasi mən yənfəə ən-nas və şərruhu mən yəzurrə. Hədis buymuş. Hədisin özü yazdı, şeirə çəkmədi. Bu söz, bu hədis oldu dəlil, bu sözə, bu hədis oldu dəlil, oğu mənisi ilə xəlqə dəlil. Xeyrun nasi mən yənfəən-nas və şərruhu mən yəzurrə. Adamın xeyri, Həzrəti Rəsulidən belə bir hədisdir. Xeyrun nas, yəni insanların xeyirlisi, mən yənfə, o adamdır ki, nəf verə, ən-nas, insanlara. Və şərruhu və insanların pisi, mən yəzirruhu, insanlara zərər verər. Bəhri hikmətdə çün olub qəvvas, bulmuşam dürr-i şahi, cövhəri xas. Bulmuşam, bulmaq, tapmaq. Nöqtəsi də yoxdur, özümdən bunu bilmək oxudum. İki dürlü buyurdu elmi Həbib. Həzrəti Rəsul istinad edilir Həzrəti Rəsuldan bir hədisə. İki dürlü buyurdu elmi Həbib, Həbibullah yəni. Biri din elmi, biri elmi təbib. Bu sözün həm dəlil roşəni var, bülünə sabit oldu, gülşəni var. İndi
Əl-elmu elmanu hədisdən yenə bir hədis gətirir, qırmızı ilə yazıbdır. Şeir deyil bu. Əl-elmu elmani, elmül əbdani, summəl ədyan, sədqar Rasulullah. Həzrət Rəsuldan gətirib bir hədis ki, elm iki cürə elmidir. Biri elmi cismidir, biri də elmi dindir. Sonra deyib ki, Həzrət Rəsul doğru deyibdir. Sədqar Rasulullah. Çün bədən elmin əvvəl etdi Rəsul, andi, bağışlayın, andi, əkdi, k, nun oxunacaqdır. Çün bədən elmin əvvəl andi Rəsul, əsli vardır bu sözün eylə qəbul. Çünki Həzrət Rəsul ki, əl-elmu elman, elm iki cürədir. Elmül əbdan deyir, əvvəlcən deyib bədənlərin elmi. Deyir, bu özü əvvəl, çün bədən elmin əvvəl andi Rəsul, anmaq, yəni ağzına gətirdi, xatırladı. Andı Rəsul, əsli vardır bu sözün eylə qəbul. Sağ olmasa kişi din elmi necə təhsil edər həmin elmi? Əgər sağ olmasa necə eləyə bilər ki, din elmin də təhsil eləsin? Əvvəlcə sağ olan. Bu səbəbdən dedi Həbibullah, dərdə dərman olan Təbibullah. Üləma məclisindən olma İraq. Burada üləma mollalardan mənzur deyil ha. Üləma insanlar ki, alimdilər. Alim insan savadlı insana demir, danışqahdan çıxan insana demir. Hovzə-i ilmiyyədən çıxan insana demir. Alim insan, alim insandır. O adamdır ki, təcrübə ilə hətta bir döktürdür, bir mühəndisdir, yəni bizim bəzi memarlarımız var ki, danışqahda dərs oxumayıblar. Amma çox ciddi memardılar. Mühəndisdirlər əslində. Ya bir də insanlarımız vardır ki, sınıqçıdılar, çıxıqçıdılar. Bunlar danışqahda dərs oxumayıblar. Ya türkü dava dərman dediyimiz təxəssüslərdə, yəni sünnəti ki, bu kitabda oxuruq, bu şeydə çox mahirdirlər, bunlar da oxumayıblar. Ya siyasəti, toplumu düşünmək məsələsində gediblər danışqahda sosioloji ya camiəşünası oxumayıblar, amma toplumu camiəşünasdan yaxşı tanırlar. Üləma məclisindən olma İraq, rağib ol elmi dinə eylə yaraq. Yaraq, yaraqlanmaqdan gəlir. Yaraqlanım, yəni hazırlənim da, yəni giyinim. O yaraq bu anlamdadır. Yəni hər şey ki özünüzə giyəsiz, özündən götürəsiz, o yaraqlanmaqdır. Yaraşmaq da buradan gəlir əslində. Hükəma o sözlərin eşit daim, bədənin daima öylə qaim. Ölə qaim, ola qaim. Yəni də, ölə qaim. Bədənin daima ola qaim. Qaim yəni ayaq üstə, dik. Dimdik olasan deyir. Hükəma o sözlərin eşit daim, bədənin daima ölə qaim, dimdik olasan. Bu sözün şahidi hədisi səhih ki buyurdu bunu bəliğ o fəsih. Nə deyibdir? Əleykum bil mücalisətil uləmai və istima'il hükəma li'annəllâhe teala yuhyil qəlbə qəlbil məyyiti binuril ilmi vəl fəsahəti kəma yuhyil ərzə bima'il matari. Həzrət əleyhissalam belə buyurubdur ki, uləma ilə əyləşin, alim insanla, düşünən insanla, ağıllı insanla əyləşin, oturun, onların sözlərinə qulaq asın. Niyə ki, Allah-u Teala ölmüş qəlbi meyyit, qəlbül meyyiti, yuhyil qəlbil meyyiti be nuril elm. Ölü qəlbi elmi nuru ilə işıqlandırar. Vəl fəsahəti kəma, vəl fəsahət ilə də ha belə, kəma yuhyil ərzə bima il mətəri. O elə ki, quru yeridə, susuz yeridə yağış suyu ilə dirildər. Necə ki, yəni istəyir deyən, necə ki Allah yağış suyu ilə quru yeri dirildir və oradan hər şey göyərir,
o qəlbi ki, onun içində elm yoxdur, ona da hükəmanın sözü, üləmanın sözü orada elm göyərdər. Belə bir şey deyir. Biz ki, İranda dərs oxumuşuq, mütəəssifanə hikmətli sözlər almamışıq. Zaten hamısı bizi toğlamaqdan ötürü və İran-Fars deyilən sistemə qul yaratmaqdan ötürü, İranın yolunda ya Farsların mənafiyi yolunda canımızdan, başımızdan geçmək üçün bizi tərbiyyət eləmişlər. Üləma məclisin qovmə əldən, qoyma həman. Üləma məclisin qovmə əldən, hükəma sözlərin eşit dildən, ürəkdən. Ta ki qəlbün dirilə, bülə həyat, bulə. Ta ki qəlbün dirilə, bulə həyat. Dirilir nətəkim su birlə nəbat. Dirilir nətəkim su birlə nəbat. Necə ki, göy-göyərənti suyla göyərər, çıxar. Çünki böyle işarət olmuşdur, ümmətinə bəşarət olmuşdur. Həzrəti Rəsulun o cümləsini məni elədi şeirdə. Fərz olan əhl-i ilmə belədir din, bildirə din. Fərz olan əhl-i ilmə bildirə din. Fərz budur, fərz vacibdir bu da. Fərz olan əhl-i ilmə nə mənə fərzidir, vacib nədir? Bildirə din, bildirələr dini. Belə sovmu səlati əhl-i yəqin. Bilə sovmu səlati əhl-i yəqin. Əhl-i yəqin də namazı, orucu bilməlidir. Sovm burada yəni orucluq. Salat da namaz. Hükəma üzrə fərzidir cana, ilmi əbdani etmək ifşa. Bildigüm degül bu fəqir və həqir, şəmsidən zərrə eyliyəm təhrir. Bildigüm dənlü, üzr istəyirəm. Bildigüm dənlü bu fəqir. Yəni bildiyim qədər. Bildigüm dənlü yəni əndazə qədər. Bildigüm dənlü bu fəqirə həqir, şəmsidən zərrə eyliyəm təhrir. Gündən bir zərrə, yəni əgər elm gündür, mən bir zərrəcən onu yazım. Bəhri hikmətdə neçə bin luqman, bəhri hikmətdə neçə bin luqman, əcz-ü nuqsan ilə qalır heyran. Əslən burada qılır yox, qalır yazıbdır, amma biz bunu qalır oxumalıyıq. Əcz-ü nuqsan ilə qalır heyran, neçə 100 bin həkim və əflatun, aləmə hər ki gəldi əhli fünun. Aləmə hər ki gəldi əhli fünun, şəmsidən zərrə dəgül bilmədilər. Üzr istəyirəm, şəmsidən zərrə dənlü əndazə. Şəmsidən zərrə dənlü bilmədilər, bəhridən qətrə dənlü almadılar. Uqyanusdan da bir qətrədən çox ala bilmədilər. Elmidən danışır. Yəni deyir, elm bir tərəfdən gün qədərdir ki, ondan bir zərrə alasan, bir tərəfdən də uqyanus qədərdir ki, ondan bir qətrə alırsan. Elm həqdir, bu ki, nəhayət yoxdur. Elm həqdir, bu nə? K oxumayaq burada, nun oxunaq. Elm həqdir, bu nə? Nəhayət yoxdur. Cümləsin bilməyə ləyaqət yoxdur. Əcz-ü nuqsan ilə şuru etdim, ülülər kətdügi böyle getdim. Götürdüm yəni. Ulular böyüklər, ulular gətirdügi, beləsi, gətirdügi. Bizdə də elə bu getdi,
deyirik, yəni kəlməni sındırırıq. Ədəbi yazmırıq. Bu da şeirdə şeirin vəzni cür gəlsin deyə gətirdici, ulular gətirdici, bulə, bula, bölə gətirdim, yəni beylə, böylə gətirdim yazdığı yerinə yazıb ki, ulular gəttüci, ya gəttügü əlbəttə, bölə yazdım, belə gətdim, beylə. Yəni buna tay. Əl-babul əvvəli fi mərifətil cism. Əvvəl cism nədir? Bunu tanıtdırır. Məni elir cismi. Cani heç kimsə bilmədiyi əsla. Deyir, can nədir? Bədən yox ha, can. Yəni ruh dediyimiz şey. Cani ki, heç kimsə bilmədiyi əsla. Leyk bir söz deyəm, eşit cana. Leyk bir söz deyim ehtimalən, eşit cana. Ruh Əhməd ki nur zat Əhəd. Ruh Əhməd ki nur zat Əhəd. Əsli ol fər'idir bu cümlə ədəd. Deyir ki, əvvəl ruh Əhməd, Həzrəti Rəsul sallallahu aleyhi və səlləmin ruhi ki nur zat Əhəd, ki Allahın, Əhəd Allahdır burada. O birin, Əhəd, birin zatının nurudur o Əhmədin ruhu. Əsli o ruhdur ki Allahdan Əhmədə verilibdir. Fərq edir bu cümlə ədəd. Tamam ondan sonra bu cümlələr görürsünüz, yəni cümlə yəni məcmu. Ədəd yəni bu hala milyonlar ildəki adamlar düzəliblər, deyiblərin hamısı onun fərqidir. Əsl odur. Ulu yerdəndir anığıl zatun. Ulu yerdəndir anığıl zatun. Qıl nəzər zahir ilə miratun. Deyirsən, aynaya bir bax da, nəzər qıl. Qıl nəzər zahir ilə, zahirinə bax aynanın, miratun. Amma normalda biz aynaya baxanda özümüzə baxırıq. Yəni, aynanı görmürük əslində. Diqqət eləmirik aynaya. Ol səbəbdən ki, aləmi kübra, sənə dirlər şəha bi haqqi xuda. Aləmi kübra nə mənəyə deyirlər? Ol səbəbdən ki, aləmi kübra nədir? Sənə dirlər, sənə deyərlər aləmi kübra. Şəha bi haqqi xuda. Allaha and verirəm ki, biləsən ki, sən özün aləmi kübrasan. Bir dənə hədis var, o hədisə işarə edir ki, sən bir aləm, dünya bir aləmdə, yadımda deyil, hədis yadımda deyil. Zübdi-i kainat olub sənin sün. Zübdi-i kainat olub sün. Müxtəsərdir ki, əgərçi xaki büdün. İndi burada zalibdir ki, sün yazıbdır. İkisinin də üstünə səs qoyubdur, o səs qoyubdur, ö. Zübdə-i kainat olub soyun sən, soyun sün. İndi soyun. Müxtəsərdir ki, əgərçi xaki büdün. İndi burada sinsün nədir, əcəba? Çünki mən bu ondan heç zat bilmirdim. Zübdə-i kainat olub sün o sən. ehtimalən Həsən Hüseyn olmuş ola bilər, bilmirəm. Amma sino sün. Müxtəsərdir ki, əgərçi xaki büdün. Büdün bədənlər. Bir də millət anlamına, bilirsiniz, büdün millət anlamına türk şeyindən gəlibdir, sözüdür. Bədən sözü gedibdir, şeydə işlənibdir, tamam dillərdə işlənibdir. Ərəb dilində də işlənibdir, ehtimalən farscada işlənibdir. Mü'təbərsən, mü'təbərsün ulum-i hikmətdə.
ya hikmətlə. Mü'təbərsün ulum-i hikmətlə. Aşinasün əzəldə həzrətlə. Əzəl sözün burada yenə işlətdi. Dedik ki, bunlar kəlam-ı İslamidə əsli sözlərdir, əsas sözlərdir. Sənə denildi əhsən-i təqvim. Səni sevdi, yaratdı zat-ı qədim. Səni sevdi, yaratdı həman. Zat-ı qədim. Dedik ki, qədim yəni nə mənə? Əvvəli yoxdur. O şey ki, əvvəli yoxdur, bir dənədir, ona da vacib-ı vücud deyir. Səni elminə eylədi məhrəm. Mührəm əlbəttə, məhrum. Səni elminə eylədi mührəm. Cümlə xəlq içrə qıldı həm əkrəm. Sən gər kələm bülüb hər ehsani. Sən gər kələm bülüb hər ehsani. Mən burada bu kələm oxuya bilmirəm ki, nədir? Nələm desaq, mənasını bilmirəm. Kələmə, mən burada kələmə oxuya bilərəm. Deyərək ki, kələməni kələm yazıbdır. Sən gər kələm bülüb hər ehsani, can ilə eylə şükrü yəzdani. Batinində bu canə üç yoldaş, qoydu bir-birinə ola sırdaş. Yoldaş, sırdaş. Sırdaş, sır, bilirik ki, yəni gedib Farsiyədə sır deyirlər da, sır. Sır olmaq əvvəl nədir? Gedirik döktürə, əlimiz Allah göstərməsin sınıbdır. Buna bir dava vururlar, bu sır olur. Yəni biz ağrısını da bilmirik. Döktür onu asır, kəsir, biz onu buna deyirlər sır. Yəni bunun bir cür oldu ki da bu ağrısını görsətmir. Demir mənə ağrı var. O sırrın gizlədi. Sır odur. İndi bu da gəlib, buradan gəliblər, deyiblər sır, yəni o şeyi ki, bilirsən, amma lal olursan, onu demirsən. Ya onu bir cür olursan ki, deyirsən, yoxdur əslən. Əslən bu sınmamışdı ki, sır bu cür olur da, yəni mən bilmirəm ki, bu sınıb ya yox da, bir ağrımır axı. İndi sırrı tutmaqda budur, yəni elə sırrı tutursan ki, mütəəssifanə ailələrdə bəzən görürsünüz ki, ər-arvad arasında, dədə-nənə arasında, uşaqlar arasında, bacı-qardaş arasında bir söz çıxır. O adamlar şu dünənəcən sırrı tuta bilirdilər, hürmət saxlaya bilirdilər. Birdən görürsünüz ki, bir-birinə düşmən kəsildilər, intiqam almaq üçün sırlarını açırlar. Bu insanda ən aşağı səviyyədə bir davranışdır. Çox qeyri-insanidir. Sən gər kəlmə bulub hər ehsani, əlbəttə burada da biraz mənası düz gəlmir. Amma kəlmədən sonra da bir ayrı bir şey oxuya bilmirəm. İlla ki, sən gər kəlmə bulub hər ehsani, can ilə eylə şükri yəzdani. Can dedik burada ruhdur da, yəni içəridən. Batinində bu canə üç yoldaş, qoydu bir-birinə ola sırdaş. İkisi əql və nəfs olur sıqılı. İkisi can ilə gönül ülvi. Bu sofli gərək oxuyaq, sıqılı oxumayaq. İkisi əql və nəfs olur sofli. Sofla və ulya. Bu da yenə də o İslami fəlsəfə desək, kəlam desək, orada bu termini, bu sözü yaradıblar ki, biri soflidir, yəni yer, əşığa, əskik.
yerə əskik deyirlər. Biri də ulvidir, biri də Allah dərgahıdır. O da ulvidir. Ulvi yəni üst, sufli yəni aşağı. Beləsi deyək. Məsələn indi bunlar da məsələn bizim çətlərdə deyirdi ki, üst dulan, aşağı dulan. Qədim. 55 il bundan qabaq, 60 il bundan qabaq adamlara deyəndə deyir ki, yuxarı dulan, aşağı dulan. Ya yuxarı filan, aşağı filan. Cumhuri İslami'den sonra oldu ulya, dulan-ı ulya, dulan-ı sufla. Hem terkibi değişti. Çünkü Türk dilinde diyor ki aşağı dulan, yukarı dulan. Arapça eləyəndə ne olur? Dulan-ı sufla, dulan-ı ulya. Yani hem terkib değişti, adın formu değişti, hem mənası değişti, hem dili değişti. Onun için bunlardan çıxmalıyıq eşiyə. Bizim insanlarımız rejim dəyişəndə adları değiştirirlər mütəəssifانه. Şah zamanı şaha tərəf hər şeyi buna görə ki, vəfadarlıqlarını sabit eləsinlər. Vəfadarlığını sabit eləmək üçün vətəninin adın, tarixini değiştirir. Fərq eləməz. Kəsrəvi kitab yazır, filan kəs filan işi görür, Bəhman kəs də filan işi görür. Bu da kəndinin adını değiştirir. Hərə öz zoru qədər. Fərq eləməz. Bunun cinayəti də ki, kətdə adın, kəndin, dağın, dərənin, suyun, ağacın, quşun, heyvanın, məhsulun adını değiştirir. Elə bu o qədər böyük cinayətdir ki, biri Azərbaycanın adını değiştirə, biri gələ məsələn türklüğü dana adiyə, bunlar Azəridirlər. Biri gələ əslən biz türk gəyiluq, biri gələ deyə bunlar eşgəhdilər. Heç fərqi, hamısı bir səviyyədədir. Amma bunlar o insanlardılar ki, Farsda deyir nanbener xiruzxor. Yəni onlardılar ki, Türkçədə biraz mənası pisdir, ona görə deyə bilmirəm. Dəsmal götürüblər filan yeri sürtürlər ha. Ona deyirlər, onlara deyirlər. Yox, bunlar da olardılar. Bunlar belə bir şəxsiyyətsiz. Əslində bunlar lümpəndilər. Bunlar lümpən bir insanlardılar. Buna görə ki, məsələn, birinin xoşu gəlsin. Hə. Məsələn, oranın adını qoyun Dulan-ı Sofla ya Dulan-ı Ulya. Sizə nə verdilər onu dəyişdirməyinə? Əcəba kəndinizə bir xidmət elədilərmi? Yox. Zindanda mən yadıma gəlir, deyirlər ki, bu adamı satar siqarın külünə. Siqarın külünü siz neynərsiniz? Əlbəttə, siqar çəkməyin, bunu mən sizə deyirəm. Özümdə mən ömrümdə əlimi siqarın qutusuna da vurmaram. Hələ çəkməyi keş. Onun üçün bundan uzaq durun. Amma zindanda deyərdilər ki, adam satana siqar da vermirlər çəkələr. Bəlkə siqarın tükün belə vururlar, tökülür onun üstünə. O ona köf edir ki, filan kəs siqarın tüstü mənim üstümə. Mənə dedi sağ ol, barakallah. Nə verdilər, heç zat. Sənə gər kəlmə bülüb hər ehsani, can ilə eylə şükür yəzdani. Batinində bu canə üç yoldaş, qoydu bir-birinə ola sırdaş. İkisi əql و nəfs olur sufla, ikisi can ilə gönül ulva. Can sufli, ulvi, sufla, ulva. İkisi can ilə gönül. Can və gönül. Can dedik ruhdur, gönül də istəkdir, içəridədir. Bunların ikisi də deyir nə? Bunlar ölvidirlər. Biri abi durur, biri xaki. Biri abi durur, biri xaki. Biri sudur, biri də torpaq. O ikidən anı. Nardur, nar dubadi, bəl ol iki paki. Nar dubadi, bəl ol iki paki. Biri oddu, nardı. Nardı. Yani oddur. Badi. Bil, biri od, biri
Orada deyir biri sudur, biri xaki, biri oddur, biri atəş. O dörd dənəni deyir də, dörd dənə unsur ki, deyir ki, yer, hava, su, topraq, od. Bunları deyir. Biri abidir, biri xaki, biri sudur, biri topraq, nardi, badi, bil, ol, iki, paki. O birisi içinde, biri o nardı, yani o nar Ərəbcə sözdür, yəni od. O birisi də bad, yəni yel, hava. در معرفت عناصر اربعه در کتاب و سبب نظم پادشاه عالم پناه ادام الله تعالی ömrəhu və dövlətəhu. İndi burada kitabın yazma, əvvəl o dörd dənənin içini saydıq, onları deyəcəkdir. Sonra da padişah üçün bir şeylər deyəcəkdir. Zahirin eylədi ənasürdən Allah təbarək və teala zahir, yəni Allah özü zahir. Bunları da yenə o kitabda oxuduq, dedi ki, zahir və batin. Onları deyir. Zahirin eylədi, Allah öz zuhurun nə cür görsətdi ki, hamı bilə mən varam, Allah vardı, ənasürdən, ənasürü yaratdı. Çar ərkanidən, ol cəvahirdən, dörd ərkan, rükünlər ki, dedik adlarını yenə deyəcək ehtimalən, cəvahirdən, ol cəvahir yəni Allah. Zed ikən bir-birinə bu əzdad, o zaman ki, bu dörd dana, topraq, su, yel və od. Bunlar bir-birinə bir ziddilər. Zidd ikən bir-birinə bu əzdad, bu ziddilər bir-birinə zidd olarkən cəm edib cismin eylədi abad. Amma bunlar bir yerə topladılar, oldu bir cism, oldu abad. İndi görək nə cür olur. Biri səfranın, biri dəmdir. Biri səfra deyir. İndi səfra hançısı şeydir, biri dəmdir. Biri də dəmdir, qandır. Biri səvda, birisi bəlğəmdir. Biri səfradır, biri dəmdir, biri səvdadır, biri də bəlğəmdir. Dörd dana. İndi bunlar da biri sudur, biri şeydir. Yəni sizə onları həmanı desin. Soyuqluq, istilik, nə bilim filan bunları deyir. Onları üstündən deyir. Bədənin bunlardır qaim. Bədənin bunlardandır qaim. Ehtimalən burada nöqtə iştibah qoyulub, altına qoyulubdur. Bunlardır. Burada bir də B qoyubdur, onu oxuyamıram. Bədən bunlardır qaim. Ya bunlardandır qaim gərək ola. Amma o şey deyil. İndallahi xuşdur daim. Burada bir əlif yazıbdır ki, bilmirəm, indallahi xuşdur daim. Bu əlif oxunmamalıdır nəzərimə üçün. İndallahi xuşdur daim. Biri aksük ola ya artıq. Əgər bunların biri əskik ola ya artıq. Biri əskük ola ya artıq, xarici etidad olur İraq. İraq olsun. İraq olsun. Əgər biri əskik ola, onları dörd dənanın, biri bədəndə əskik ola ya artıq ola, xarici etidaddan çıxar. Olur İraq. Qatışar İraq olsun, yəni İraq olur. İraq yəni uzaq olar, o etidaldan uzaq olar. Aşağı da olsa, çox da olsa belə olar. Etidali bunun nə birlə olur. Etidali bunun nə birlə olur. Səhhəti adəmi nə birlə olur. Bu hədisi buyurdu çünki Həbib sözü camidir. Daruni təbib. Dorani təbib. Əlbəttə doğran deyil. Biri sözü camidir. Burada bir ravizi təbib belə bir şeydir. Yəni bilmirəm nə mənadır.
قال النبی علیه السلام المعدة بیت کل داء والحمیة رأس کل دواء. Hazretten bir tane hadis getirdi. Mide tamam xəstəliklərin evidir. Vəl-həmiyyətu rəs-i kulli. İn həmiyyət burada nədir onu bilmədim. O da küllü dəvanın başıdır. Həmiyyət ehtimalən yəni ehtimam eləmə. Əlbəttə bu Həsən heynəndir. O heydə deyir ki, deyəm ki nədir? Görək nə deyəcək. Çün məbədiyyə dinlədi beytida. Çün məbədiyyə dinlədi beytida. Həzər et bulduğunu qoyma ana. Mədəni yazıbdır məbədiyyə ehtimalən. Çün mədəni dinlədi beytida. Çün bu beytdə, üstəki şeydə. Əlbəttə məbədiyyə yazıbdır ehtimalən üstədə məbədətə. Mədənin yerinə məbəd yazmışmış. Ona görə məncə medə sonra o siliblər, onun nöqtəsini calibdir. Amma qərə yazıdakı yazıblar, onda qalıb dilə medə yerinə yazıblar məbədiyyə. Mədədir. Çün mədiyyə dinlədi beyti xuda denildi. Deyir ki, beytida. Çün mədiyyə beyt dedilər. Beyt üstə Həzrət Rəsul dedi ki, əl-mədətü beytü kullu daində beytidir. Çün mədiyyə denildi. Beyt da, ona beyt deyildi. Həzər et bulduğunu qoyma ana. Hər şeyi o evə qoyma. Həzər et. Hər şeyi yiyib orada doldurma. Ki məzacə müvafiq ola təam. Hər məzacın özünün bir yemağı var. Ona görə ola. Kesrət ilə yemə, gözlə nizam. Mənə tayda çox qarınpa olma. Kesrət ilə yemə, gözlə nizam. Qarınpa olma, əndazəni gözlə, ölçünü gözlə. Şul müxalif qədadən eylə həzər. O müxalif yeməklərdən ki, bir-birinə ziddilər, onlardan bir həzər eylə. Şul müxalif qədadən eylə həzər, görməyəsən cəhanda rəncü zərər. Sağlığın çünki sağınmaqdır haman. Sağmaqdır, eylə pərhiz bu sözlərim həqdir. Çünki sağlıq sağınmaqdır. Deyir ki, sağlıq nədir? İndi nə deyirlər? Döktürlər, deyirlər pişiri. Pişiri behtər əz dərmanəs. Bu da onu deyir. Deyir ki, yəni indi bunlar o sözü tərcümə ediblər türkçədən. Çünki sağlığın, çünki sağmaqdır. Sağlığı saxlamaq gərəkir. Yəni sağınmaq gərəkir. Yəni çəkilmək gərəkir bəzi şeydən. Buna görə ki, sağlığı hifz eləyəsən, gərək bəzi şeydən sağınasan, sağınasan. Eylə pərhiz bu sözlərim həqdir. Pərhiz eləcəkən bəzi şeylərdən bu sözlərim həqdir. Tibbi cəm eyləmiş bu yüzdə rəsul. Deyir ki, bu cümlə ilə Həzrət Rəsul tut sözünü iləldən olma məlul. Deyir ki, illət gəlməsə adam məlul olmaz. İllət mediyə düşür, bədənə düşür. Ondan sonra məlulluq da o mərisçilik ki gəlir, o da onun məlis. Pəs yemək deyir ki, illətdir və mərisçilik məluldur. İllət-ü məlul da genidə qabaqcan oxumuşduq kitablarda. Tozih vermişlər, elə bu kitabda da oxumuşduq. İllət-ü məlul, bəli. İllət-ü məlul da 2 gün bundan qabaqçı kitabımızda oxumuşduq. Həm bu ayət buna mutabiqdir. Hər sözü ayətə müvafiqdir. Bir dənə də ayə gətirir Qur'andan ki, Qoluhu Teala kulu vəşrəbu və la tusrifu. Yiyin, için amma çox da əndazədən çıxmayın. Neməti dirdi, çün bi iç daim. Çünki iç daim. Neməti dirdi, çün ye iç daim. Daim ye iç. Amma
nemətdir da, bunu yecnən. Dün gün ibadətə ol qaim. Dün, dünən, gün, bugün ibadətə ol qaim. Gedək görək ki, o birisi səhifədə nə deyir? Hər təam üstünə yemə nemət. Nemətin üstünə deyir yemə. Hər təam üstünə yemə nemət. Ta ki görməyəsən ələm و siqlət. Ələm acılıq, dərd, acılıq, narahatsızlıq, səqlət ağırlıq. Hükəma bu söz qümü qail. Hükəma bu söz qəmu qail. Tamami hükəma bu sözə qaildirlər. Üləma haqq sözə olur mail. Ululər haqq sözə dəhan açmaz. Ki cud olmacaq sudan getməz. Cud olmayacaq, əgər bir xeyri olmayacaq, cud burada xeyir anlamındadır. Ki cud olmayacaq, sudan getməz. Əgər sudu faydası olmasa, suya niyə düşsün, oradan geçsin? Burada mənzur çaydır da, yəni bir çaydan geçmək, seldən geçmək. Elmi hikmət kəlam-ı cövhərdür. Cüş-i canə dağ ki cövhərdür. Dağ ehtimal cüş-i canə dağmaq, yəni taxmaq ehtimalən. Cövhərdür. Qulağa sırğı taxmaq da, dağmaq, dağ, taq. D və T bir-birinə olur, ona görə buradan deyim. Cüş-i canə dağ ki cövhərdir. O ruhuvə geçir ki bir cövhərdir. Qulağıma cövhər sal, dəmir ataşqal salma. Yemək, içmək olur qədai bədən. Yemək, içmək qəzai bədəndir. Can qədası olur kəlam-ı həsən. Gözəl sözdə ruhun qəzasıdır. Dər mərifət təbai şahdan bir şey demədi. Həzrəti Rəsuldan dedi əlbəttə. Bir də Qur'an-ı Kərimdən gətirdi. Dər mərifət təbai əxlaq, xıltılara görə danışır. İndi gəl canına qədasını ver. İndi gəl canına qədasını ver. Mərifət danəsini kəndinə dör. Mərifət danəsini kəndinə döyər. Döymək, düyer əlbəttə, döymək, yəni döyər. Döymək kubidən farsca. Məsələn, zəncəfili tökürsüz, həvəkdə döyürsüz, hər nə ki həvəkdə döyürsüz, ya hər yerdə döyürsüz, dəyirmanda döyürsüz, buna döymək deyirlər. Paltarı da bəzən apardılar qədim xanımlar, indi yox. Aparırlar bulaq başında ya su qırağında bir şeylə döyürdülər bunu yumaq üçün. O da döyməkdir. İndi gəl canına qədasını ver, mərifət danəsini kəndinə döyür. Doyurmaq ehtimalən burada. Döyür, əlbəttə bəli, doyurmaq. O döymək deyil. Döymək deyil burada. Döymək yadıma düşdü əlbəttə, amma o deyil. Döyür, yəni duyur da. Həman duyurmaq, eşitmək. Mərifət danəsini kəndinə duyur, eşitdir özüvə. Duymaqdan. Doymaq, duymaq. Səni çünki Xuda ənasürdən xəlq etdi bu 4 cəvahirdən. Allah-u Təbarək və Teala səni 4 cəvahirdən xəlq eylədi. Səni çünki Xuda ənasürdən xəlq etdi bu 4 cəvahirdən. Biri ateş dürür, anın səfra. Biri ateşdir, biri ki ona səfra deyir ehtimalən. Səfra pəs ateş şeydir. Bunu mən yazdım çünki mən bunları bilmirəm, bunları öyrəşim. Səfra musavidir ateş. Caru yabüstür. Caru yabüstür məzacı şəha. Bunun məzacı deyir ki, yabüst istidir yəni. Məzacı da
yabisdir. Fikir edirəm, yəni istidir. Car çəkən ehtimalən qışqıran, yabisdir. Fikir edirəm, yabis yəni isti. Səfrəvi, səfrana demişik, səfrəvi olana qəda hər dəm. O adam ki səfravidir, deyir ona hər vaxt bardır rütəb ola ki görməyəğəm. Onun yükü, yediği yəni yük rütəbdir, xurmadır. İsti bir şey. Yabis elə budur. Doğru deyilmiş orada. Pay fəsli bunun müqabildir. Pay fəsli bunun müqabildir. Çadırının bu şərəfə maildir. İndi çadırkünün bu şərəfə maildir. Bunu baş tapmadım. Bu çarırkünün çadır ya çarır. Baş tapmadım. Bu nə olur? Cism içində hərarətdir qalı. Cism içində, bəli bunun adamının hərarəti yuxarıdır. Cism içində hərarətdir qalı. Bəzi sar benzi sar idər bunun talı. Benzi yəni üzü görsənən, o görsəntisin, bədənin. Benzi sarı elər bunun talı. Birinə bad diranın hükəma. Birinə bad dir anın hükəma. Birinə bunun yel deyirlər. Bad da görək nədir? Bu yödən, böyüdən içrə qandır ricana. Bu bədən içrə qandır cana. Pəs birinə baddır anın hükəma, buna bad deyirlər, yel deyirlər, bu bədən içrə qan durur. Cana, qan bu işi görür. Har rütəb oldu məzacı anın, istihar yəni isti. Rütəb oldu məzacı anın, bərdi yabis qəda əlacı anın. Berdi yabis, berdi burada soyuq. Berdi yabis qəda əlacı anın. İndi deyir ki, onun bədəni üçün istidir, onu gələk soyuqluq verəsiz. Fəsl əvvəl bəharədir nəzəri. O adam deyir, bahar şeydir. Yüzü həmrət tutar budur əsəri. Üzü qızarar bahar gələndə. Deyir ona, bu da bunun əsəridir. Har rütəb oldu, çün məzacı bunun. Çünki bu deyir, har rütəbdir, məzacı. Bərdu yabis qəda əlacı bunun. Bunun bəlası da deyir, əlacı nədir? Soyuq yeməkdir. Qan bədəndə şəha qədadən olur. Qəza nəmənə yesən, qanın o olar deyir yəni. Qan bədəndə şəha qədadən olur. Bağrın içində bu kəmali bulur. Bağrının içində bu kəmalı bulur. Köpəgindən olur bunun səfra. Köpəgindən olur bunu bütün səfra. Ehtimalən kəpügündən köpək anlamında deyil. Burada köpək it anlamındadır. Amma burada kəpügündən ehtimalən kəpək. Ehtimalən beləsi bir şey mən görürəm. Kəpügündən olur bunun səfra xami bəlğəm o səqilidir səvda. İndi getdi şeyə, bəlğəm o sevdaya. Baridü rütəb olur bilin bəlğəm. Su məzacinə tutar bu xud hər dəm. Su məzacını tutar bəlğəmi olan. Bəlğəmi olana nəvalə mudam, har yabus gərək şərab و təam.
Hər şey bunun yeməyi, içməyi üçün isti olsun. O adamın ki, məcazı deyir, tərdir, soyuqdur, yaşlıqdır, bəlğəm, bəlğəm. Bəlğəm nə olur? Bəlğəm. Tər, o da olur. Qəzası da girək bunun şey ola. Məzacı tərdir. Haru yabis yeməlidir, içməlidir. Filfildən zadlar. Qış məzacı tutar, bədən sudur. Deyir, bu adamın qış məzacı var, soyuqluqdur, yəni bədəni soyuqdur. İsti tutmaq məzacı ki, abudur. Deyir, bunu isti tutmaq lazımdır, məzacı budur da, soyuqdur, bunu gəl isti tutaq. Bəlğəm beləsi bir şeymiş bəs. Biri sevda durur, bu arkanın. Biri də sevda düşür. Solda əlbəttə deyirlər, amma sevda biz yazdıq. Solda. Biri solda durur, bu ərkanın bərdüyabiz təbiəti anın. Bunun da deyir, bədəs şeyi soyuqluqdur. Soyuqluqdur. Bərdüyabiz təbiəti anın. Mal-i xulya olur buxarindən. Deyir, bunu bədəndə buxardan mal-i xulya gətirər. Yəni, təvəssəvvür, təvəhhüm, ovhama girər. Əql-i naqis olar bu ərdən. Bu üzdən, yəni. Bu üzdən deyir, əqli bu adamın naqis olar. Dedik da, dəli divanə kimi olur. Bədəni benzi həm siyah eylər. Bədəni bənzəməyi, yəni benzi, yəni görüntüsü. Türkiyədə bu cümlə işlənir. Nə mənə benzi deyərlər elə, işlədirlər. Bənzi. Bədəni bənzi həm siyah eylər. Bədəni bunu qərələr. Adəmin işin ahu vah eylər. Fəsl göz olacaq gərək pərhiz. Fəsl göz olacaq gərək pərhiz. Görməyəm dərsən mərəz hərciz. İndi bu göz olacaq yerinə mənə köz olacaq ehtimalə. Fəsl köz olacaq gərək pərhiz. Köz olan yerinə mən olar. Olacaq gərək pərhiz. Görməyəm dərsin mərəz hərciz. Bədən əslini bəyan etdim. Hükəma rəmzini əyan etdim. Lekin etməsəgin ani israf, nisvi dindir demişlər əl-insaf. Bu sözü həm buyurmuş Əflatun, qail oldu. Bu sözə əhli funun. Məncə, gedək bir qismətdə oradan, əlbəttə bu şeirin burada bir gözəl bir şey yazıbdır. Buna getsəydik yaxşı olardı, amma اتفق الأطباء الفارس والروم والهنديان جميع الأمراض تولد من 6 أشياء كثرة الجماع قلة النوم في الليل وكثرة النوم في النهار وحبس البول وشرب الماء في حف الليل وإدخال الطعام على الطعام در beyan fasl. Burada da bir tane hadis getiripler. Ərəbcə sözdür, hadis değil. Deyir ki, İttefaqal atibba'il farisi və rumi vəl hindiyan cəmiyül əmrazi təvəllədə min. Deyir ki, ittifaq ediblər Farslar, Rumlar, Hindilərin döktürləri ki, tamami mərəzlər 6 şeydən doğar. Kəsrətül cima, ər-arvadın özəl ilgisinin çoxluğundan. Qillətin nom fil-leyl, gecələri az yatmaqdan və kisrətin nom fin-nəhar, günüz çox yatmaqdan. Və həbsül bol və südüklərinin qabağını almaqdan. Və şurbul mai fi cofil-leyl, ehtimal ya hofil-leyl. Və gecə yarısı su içmək. Və idxalü təamə ələ-təam, bir də qəzanı qəzəyə yetirmək. Yəni dalbadal qəza yeyəsən, heç qoymayasan vəsətdə medə istirahət eləyir. Gedək bunu bir
Əl-Babu Salisi fil Mənafi. Əlbəttə, kaş bunu bir iş görək. Qeydaq gedək səhvə 5-dən. Bir dana bunları mən istəyirdim ki, bunlar gəlsin, amma nədənsə bu o cür ki, mən istəyirəm, o cür getmir. Tamam. İndi burada davalara bax. Əlac dəmaği, dər əlac nazilə, əlac sida, bunların heç birisi mənasını bilmirəm ki, oxuyam. İstədim bunu. Əlac çeşm, dəvail uzun yazıbdır. Yəni ərəbcəsi qulaq. Dəvai yad şınam. Nə mənədir? Yəni bu baş tapmadım. Dəvai digər. Dəvai hulqum. Dəfi ərəq. İxrac ərəq az bədən insan. Əlac rəşə. Macun dəvasi. Nə mənə? Macun dəvai nə mənə? Məsləki birdən silinc sünbül sadici hindi cəndiyanə həm ol. Əlac düşüncə işmək. Bul yolundan qan gəlsə. Bul yolundan qan gəlsə. Əgər işəmaq zamanı qan gəlsə. Dəvai həbsul bul. Əgər özünüzü saxlayırsınız ki, işəməyəsiniz onun. Dəvai əsrul bol. Nədir olsun, rahat gəlsin. Bu insanlara çox məsanələrində müşkül olanda bu olur. Dəvai şahanədə taş olsa, məsanədə üzrəm. Dəvai məsanədə taş olsa, şahanə oxunur, calibdir. Məsanədə daş olsa, ona dava deyir. Yəni, bu calibdir. Dəvai həbsul heyz. Heyzə görə bir şey. Şərab-ı ənar. İstixrac əşribə şükufə. Macun nafi. Xatimə kitab. Bunca illət üçün dəva yazdım. Hər birin cismə can qəra yazdım. Bəhr hikmətdən almışam qətrə. Şəmsidən nitəkim bu bir zərrə. Müxtəsərdir əgərçə hinlə toptoludur ulum hikmətlə. Buradan sonra orada şeir qutarır. Onu oxuduq, dedik bu şeydir. Bu da arxasınca gəlir ki, İza əxazər rüclü dəğrab əsvəd və dəhnə zikrə və cami imrəti ləm yentəşir əleyhə zikrə əhədən qeyrəhu səmə min əhəkə. Hala burada çörək otunu bir parə bezə bağlayıb bir gün suda türə. Sonra çıxarıb süzə quridə. Qurudikdən sonra o ərriqayı çıqa suyunu avayınca səhalər dürə qələmə və qurd u əqrəb. Da getdi bu. Təxəssüsü bir şeydi, oxuya bilmədim. Burada indi davaları nə cür yazıb, onu da şeirinə demir. Burada da başlayır. Çox da gözəl yazıbdır. İnsafən çox bir gözəl xəttinə bunu yazıbdır. Ortada da bəzən elə kitabın üstündə qırmızı xəttinə bir şeylər yazıbdır. Tamam. Okey dostlar, belə görünür ki, mən yavaş-yavaş getməliyəm. İş çıxıbdır və bu günləri bu qədər yetər. Kitab çox, türkcə kitab, çox gözəl bir kitab, ərzişli və xülasədir əlbəttə. Bir çox mərəzin də
dərmanın yazıbdır. Əski mərəzlər, əski yol. Əlbəttə ki, bunların zərərləri daha indiki döktürlərdən az olurdu. İndiki döktürlər tamam kimyai davalar verirlər. Xüsusən bəzən də davaxanalarla ya şirkətlərlə alverə girirlər. Sən mənim davamı ver, insanlar yesin. O da götürür, yazır və bu davalar gedirlər bir-birinin ziddinə. İnsana çox təsir eləmirlər. Mütəəssifanə insanları məriz saxlamağa da gedir. Yəni bəzən döktürlər, davaxanalar, dava düzəldənlər belə bir işlər görürlər. Hər halda Allaha min mərtəbə şükür olsun. Bizə bu gün də ömrü qismət elədi. Milyonlar şükür olsun. Bu günü qismət elədi. Bu kitabı da qismət elədi. Bununla tanışdıq. Və Türk dünyasının yaradıcılığından, uyğarlığından bir misalla, bir ayrı bir sənəd ilə tanış olduq. Türk dilində hikmət ya döktürlük, dava dərman. Hər ikisi də həm döktürlükdür, həm dava dərmandır. Bunlar ikisi ayrı-ayrı bir, hərəsi bir təxəssüsdür. Çox sağ olun.